Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün mart ayının 4-üdür. Həftənin çərşənbə günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Gənc istedadlara xüsusi təqaüdlər veriləcək. Bundan bağlı Prezident İlham Əliyev sərəncamı imzalayıb. Sərəncama əsasən təqaüdlərin verilməsi üçün 61.847 manat vəsait ayrılıb. Təqaüd adları qızıl kitaba yazılmış gənc istedadlara Prezidentin Ehtiyat Fondundan Mədəniyyət Nazirliyi vasitəsilə ödəniləcək. Bu biyan balıdır. Birinci onu sizə deyim. Özü də bunu bir dənə yaxından gətir çək yenə. Bu balın tərkibində o qədər çiçək tozu və güləm arı vurmuşdu ki yığanda. Biz bunu Cökəyə aparmışdıq. Cökəyə az işlədi orada arılar. Oradan da biyanı apardıq. Yəni tərkibi dəhşətli dərəcədə zəngin olan bir baldır. Çünki elə bilin ki, elə çiçək tozu qatılmış baldır bu. Bunu inşallah mən sabahları Mingəçevirə göndərəcəyəm. Kim də əgər istəsə bizdən bu cür həm balonlarla göndərib çatdırırıq. Azərbaycanımızın bütün şəhər və rayonlarına da göndərib çatdırmamız son pulsuz olacaq. 051 546 39 39 hər biriniz zəng edib sifariş edə bilərsiniz. Çatdırmada pulsuz olacaq düz ünvanınıza qədər.